Şirvanda açıq ərazidə baş verən yanğının qarşısı alınıb. Bugün saat 14 radələrində Şirvan şəhərində Sever adlanan ərazidə ağaclarla örtülü açıq sahədə yanğın baş verib. Hadisə nəticəsində geniş ərazi alovlara məruz qalıb. Yanğının söndürülməsi və alovun daha geniş əraziyə yayılmasının qarşısının alınması məqsədi ilə Şirvan, Hacıqabul, Salyan, Səvravad rayonlarından 5 yanğın söndürmə texnikası hadisə yerinə cəlb olunub. Hadisə yerində Şirvan şəhər və Hacıqabul rayon icra hakimiyyətinin başçıları vəziyyətlə yerində tanış olublar. Yanğın söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Şirvan şəhər Yaşıllaşdırma İdarəsinin texnikaları, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xüsusi texnikaları cəlb edilib. Aparılan operativ tədbirlər nəticəsində yanğının daha geniş əraziyə yayılması qarşısı alınıb və alovun söndürülməsi istiqamətində müvafiq işlər həyata keçirilib. Mir Sahib Rahilioğlu, Doğru TV Post, Şirvan. Şirvan şəhəri, Hacıqabul rayonu, Sabirabad rayonu yanğın söndürənlər artıq cəlb olunub. Çünki yanğının miqyası çox böyükdür, vurur. Çünki əraziyə müdaxilə etmək bir qədər çətindir.